Salam izləyicilər. Bu videoda model sualları 2026-nın izahını verəcəm. Başlıqdan da gördüyünüz kimi bu 4-cü ixtisas qrupuna aid suallardır. Birinci qrupa aid sualların izahını paylaşmışam. İzləməmisinizsə onu da izləyə bilərsiniz. Həmçinin bu saniyələrdə playlist görünəcək. Orada əvvəlki illərin model suallarında izahı paylaşılıb. Hansı ili izləmək istəsəz axtarışa verib və yaxud oradan tapıb izləyə bilərsiniz. Bilirəm, buraxılış imtahanı yaxınlaşır. Buraxılış imtahanına hər birinizə uğurlar arz edirəm. Buraxılış imtahanından dərhal sonra sürət qrupu və sınaq qrupu fəaliyyətə başlayacaq. Hər ikisi haqqında məlumat almaq istəsəz, açıqlamadakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bir tək onu deyim ki, sürət qrupunda bütün fizikanı mexanikadan başlayıb atom, nüvə fizikasına qədər birlikdə təkrar eləyəcəyin. Başlayaq suallara. Bu testlərdə mənlə paralel yazsa sizin üçün daha fayda olar. Oyuq soxu üzrə düz xətli hərəkət edən cisimlərin koordinatlarının zamanlastıq qrafiki verilmişdir. Cisimlərin görüş nöqtəsinin koordinatını hesablayın. Bilirik ki, görüşəndə koordinatlar eyni olur, yəni bizdən bu koordinatı istəyir. Bunu təyinləmək üçün koordinatlara tənlik verək. Baxaq ki, birincisi 2 saniyə 20-dən 16-ya düşür. Yəni V1-i tapsam, V1 bərabərdir 16 çıxılsın 20, çünki x çıxaq x0 bölünsün t, bölünsün 2-dir. Bu verdi -2. Və birincinin hərəkət tənliyi yazanda x1 bərabərdir. Başlanğıc koordinata baxıram. 20-dir. 20 çıxılsın 2t. Birincinin hərəkət tənliyi bu şəkildədir. İkinci üçün bunu yazsam, baxıram ki, -20-dən 4-ə gəlib. Ona görə V2 bərabərdir. -4 çıxılsın -20 bölünsün yenə 2, zaman 2 saniyədir. Bu verir 16 bölü 2, 8. İkincinin sürəti 8-dir. İkincinin başlanğıc koordinatı -20 olduğuna görə x2 bərabərdir -20 üstəgəl 8t. Və görüşəndə koordinatlar bərabər olur. Bura koordinat üçün yazdığım tənlikləri, yəni x1 ilə x2-ni bir-birinə bərabərləşdirirəm. Bir-birinə bərabərləşdirəndə alırıq ki, 20 çıxılsın 2t bərabərdir -20 üstəgəl 8t-yə. T'ləri bir tərəfə yığsam, buradan alıram 10t bərabərdir 40-a, t bərabərdir 4. 4 saniyə sonra görüşəcəklər. Hər hansı bir tənlikdə 4-ü yerinə qoysam, məsələn, 20 çıxılsın 2 vur 4. 20-dən 8-in çıxanda qalır 12, ya belə tapa bilərəm. Və yaxud bu birisində -20 üstəgəl 8 vurulsun 4, 20-nin üstü 32 gələndə yenə 12 eləyir. Hansı tənlikli olur olsun, yerinə qoyub hesablamaq olar. Deməli, görüş koordinatları 12-dir. Birinci görüşmə zamanını tapdım. Bu sualı verib görüşmə zamanı da istəyə bilərlər. Baxırıq ki, görüşmə zamanı 4 saniyədir. Görüşmə koordinatları isə deməli 12-dir. Hər iki cisim bərabər sürətlə hərəkət edir. Sadəcə birinci x oxunun əksinə gedir, yəni 20-dən başlayır, aşağı gəlir. İkinci isə x ox istiqamətində. İkinci suala baxaq. Çevrə üzrə bərabər sürətlə gedən cisim 2 saniyə ərzində A nöqtəsindən B nöqtəsinə gələrək 8 metr yer dəyişmə etmişdir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Deməli, mərkəzə qaçma təcilinin düsturun yazmaq üçün burada periodla olan düsturu işlədəcəyin A bərabərdir. Omega kvadratı R və yaxud 4 pi kvadratı R bölünsün T kvadratı. Niyə bu düsturu işlədirəm? Çünki omega kvadratın verib, daha doğrusu pi kvadratın verib. 2 saniyə əgər A-dan B-yə gəlirsə, bu yarı perioddur. Deməli, tam period olur 4 saniyə. Periodu 4-dür. Və yer dəyişməsi 8 metrdirsə, A-dan B-yə gələndə yer dəyişmə 2R-dir. Yazırıq 2R bərabərdir 8-ə. Deməli, R də bərabərdir 4 metrə. Gətirib bu ifadədə yerinə qoyaq. 4 vurulsun. Pi kvadratının yerinə 10 yazıram. Radius 4-dür olduğu kimi yazıram. Period da 4-dür. Kvadratı 16. Deməli, 4 dəfə 4-üm 16, bunlar ixtisar gedir, qalır elə 10 metr bölünsün saniyə kvadratı. Yəni A variantı. Yarı periodda yer dəyişməni 2 yer götürdük. Üçüncü sual. Bir universal hesablama sistemindən digərini keçdikdə hansı fiziki kəmiyyətlər invariant qalır, yəni dəyişməz qalır? Məsələn, kinetik enerji invariant qalmaz, çünki sürət dəyişir, kinetik enerji də dəyişir, amma təcil invariantdır. Sonra, deməli, zaman müddəti invariantdır. Yəni cavab 2 və 4. Bu da B variantıdır. Ümumiyyətcə, bir hesablama sistemindən başqa hesablama sisteminə keçəndə dəyişilməz qalan, yəni invariant qalan kəmiyyətlər
Mütləq olan keymiyyətlər belə deyək, təcil, kütlə, bu ikisi sabit olduğuna görə qüvvə, yəni əvəzləyici qüvvə və zamandır. Bunlar mütləqdir. Amma nisbi olan nədir? Sürət, sonra hərəkətin özü və trayektoriya. Bunlar nisbidir. Dördüncü sual. Cədvəldə 3 müxtəlif X, Y, Z planetlərinin kütlələri və radiusları göstərilmişdir. Bu planetlərin səthi yaxınlığında qravitasiyasının intensivləri arasında hansı münasibət doğrudur? İntensivliyin düsturunu yazanda J bərabərdir. Böyük J vurulsun M bölünsün R kvadratı. Yəni planetin kütləsindən düz, radiusundan kvadratik tərs asılıdır. X planetində tapsaq Jx bərabərdir J M bölünsün R kvadratıdır. Y planetində tapsaq jy bərabərdir J vurulsun 2M böl R kvadratı. Məsələn, elə buradan görünür ki, Y x-dən böyükdür. Z planetində tapsaq JZ bərabərdir JM bölünsün 4R kvadratıdır. Və buradan müqayisə eləyəndə görürəm ki, ən böyük olan Y planetidir. Yəni JY böyükdür JX-dən, o da böyükdür JZ-dən. Y böyükdür X-dən, Y böyükdür X-dən, o da böyükdür Z-dən. Cavab D variantıdır. Önəmli suallardandır. Birinci qrupda bunu kosmik sürətə görə vermişlər. Birinci kosmik sürətə. Dördüncü qrupda isə burada deməli J-yə görə veriblər müqayisəni. Beşinci sual. Kütləsi 2 kiloqram olan cisim üfüqi səth üzərində sükunətdədir. Cismin alfa bucağı altında 10 Newton qüvvə təsiridir. Cismə təsirdən dayağın reaksiya qüvvəsinin normal reaksiya qüvvəsini hesablayın. Deməli, bu birinci qrupda qüvvə üzərindən dartırdı, burada isə üzərindən sıxır. Birinci işimiz bu qüvvəni iki toplana ayırmaqdır. Toplananlardan biri aşağı sıxır, biri də sol tərəfə itələyir. Aşağı sıxan qüvvə F-dir. Və burada reaksiya qüvvəsini tapmaq üçün cismə təsirdən qüvvələrə baxıram. Aşağı doğru ağırlıq qüvvəsi və F-y, yuxarı doğru isə reaksiya qüvvəsi çəkir və aşağı olanlar yuxarı olana bərabərdir. Ona görə yazırıq N bərabərdir mc üstə gəl F-y. Kütlə 2 kiloqramdır. 2 vurulsun 10 üstə gəl. F-in yerinə isə F vurulsun sinüs alfa. Yəni 10 vurulsun sinüs alfa da verir bizə 0,6. 10'u 0,6'ya vuranda verir 6. 20'nin üstü 6 gəlirik. Cavab 26 Newton. Y bəndidir. Deməli, birinci qrupda bu sualda üzərindən dartıldığına görə çıxırdıq. Burada isə üzərindən sıxıldığına görə üstə gəlirik. 6. Eyni bir cisim müxtəlif uzunluqlu mail müstəviləri istifadə edərək eyni h hündürlüyünə sabit sürətlə qaldırılır. Bunun üçün lazım olan F qüvvəsinin müstəvinin uzunluğundan asılı qrafiki hansıdır? Sürtünmə nəzərə alınmır. Deməli, burada mail müstəvinin qazanc məsələsindən istifadə edəcəyin, yəni bu ə, mail müstəviyə bir sadə mexanizm kimi baxdığımız sualdır, statika sualıdır. Mail müstəvinin qazancı F bərabərdir mgh bölünsün L-dir. Və bu ifadədən əgər biz F-i görsək, F L-dən tərs asılıdır. Yəni uzunluqdan tərs asılıdır. C variantıdır. 7-ci sual. Şəkildə mexaniki dalğanın yayılan iki mühitdə verilmiş zaman anda hissəciklərin tarazlıq vəziyyətində olan yer dəyişməsinin rəqs mənbəyinə olan məsafədən asılı qrafiki göstərilmişdir. Birinci mühitdən ikinci mühitə keçdikdə hansı ifadələr doğrudur? Deməli, burada mühitlər fərqli olduğuna görə dalğa uzunluğu fərqlidir. Birinci mühitdə dalğaya baxsaq, burada dalğa uzunluğu 2 damadır. Yəni, hər damanı 1 götürürəm. Ona görə yazıram lambda 1 bərabərdir 2-dir. İkinci mühitdə dalğanı qeyd eləsəm, baxın, dalğa məsələn buradan bura qədər qeyd edilə bilərəm. İkinci mühitdə dalğa uzunluğu isə 4 damadır. Yəni lambda 2 bərabərdir 4-dür. Bir mühitdən başqasına keçəndə dalğa uzunluğu 2 dəfə artıbsa, deməli buradan görürük ki, dalğa uzunluğu 2 dəfə artır. 1-dir. Rəqs periodu isə dəyişmir. Çünki bir mühitdən başqasına keçəndə period və sürət dəyişir, amma üzr istəyirəm. Dalğa uzunluğu və sürət dəyişir, amma period tezlik dəyişmir. Burada da dalğa uzunluğu 2 dəfə artdığına görə və bərabərdir lambda nü düsturuna görə sürət də 2 dəfə artıb 1-dən 2-yə keçəndə, amma tezlik period dəyişməyib. 8. Sükunətdə olan cismə eyni anda şəkildə göstərdiyi kimi 3 qüvvə təsir edə hərəkətə başlayır. Cisim yer dəyişməsinin hansı qiymətində kinetik enerjisi 40 joule olar? Öncə cismə təsirdən qüvvələrin əvəzləyicisini tapaq. Bunun üçün qüvvələri tək-tək proyeksiyalayaq. F1, x-inə baxıram, 1 damadır. F1-in y-i 2 damadır. X-i bu tərəfə, y-i də belədir.
Sonra ikinci qüvvəyə baxıram. F2x bərabərdir 3 damadır. F2y isə mənfi 1-dir. Aşağıya gəldiyinə görə. F3x mənfi 2-dir. F3y mənfi 1-dir. Y-lər bir-birini sıfırlayır, qalır x-lər. Deməli 1 ilə 3-ü topladıq 4, 4-dən də 2-sini çıxanda 2 qalır. F əvəzləyici bərabərdir 2-dir. Burada sükunətdən başlayır məsələsi var. Yəni sıfırdan başladığına görə elə yekinetik bərabərdir. Buradan V0 bərabərdir 0 olduğuna görə yaza bilərik ki, yekinetik bərabərdir A, yəni iş, o da bərabərdir F vurulsun S. Və bu ifadədən S-i tapsam, S bərabərdir yekinetik bölünsün F. Kinetikin yerinə 40, F-in də yerinə 2, cavab olur 20 metr. Yenə qeyd edirəm, burada sükunətdən başladığına görə biz bu axırıncını bu şəkildə yazdıq. Yəni normalda kinetik enerji haqqında teoriyaya görə görülən iş kinetik enerjinin dəyişməsidir. Amma başlanğıc sıfır olanda işin özün kinetikə bərabərləşdirmək olur. 9. Hansı iki izoproses vasitəsilə verilmişlə ideal qazın A halından B halına keçməsi mümkündür? Deməli, öncə A-dan B-yə keçmək deyirsəm, məsələn, izoxor soyuma prosesi eləyə bilərik. Sonra da izotermik genişlənmə. İzoxor soyuma, izotermik genişlənmə, yəni B variantı. Çünki izoxor soyumanı bu şəkildə çəkəcəyin. Bura 1 yazıram. A-dan 1-ə izoxor soyuyur. Konsentrasiya sabitdir. Temperatur azalır. Sonra da izotermik genişlənmə. Niyə genişlənmə? Çünki 1-dən 2-yə gələndə konsentrasiya azalır. Konsentrasiya azalırsa həcm artır. B variantıdır. 10-cu sual. Verilmiş temperaturda doyan su buxarının təzyiqi məlum olarsa, həmin temperaturda havada olan doymayan buxarın təzyiqini hansı cihazla təyin etmək olar? Yenə bu nisbi rütubət məsələsinə gəlir. Nisbi rütubətin düsturunu yazanda fi bərabərdir. P bölünsün P0 vurulsun 100-dür. Buradan P-ni tapanda P bərabərdir. Fi vuraq P0 bölək 100. Normalda bilirsiniz ki, təzyiq manometrlə ölçülür, amma burada manometr yoxdur. Voltmetr gərginliyi ölçür, ariometr mayilərin sıxlığını, dinamometr qüvvə, termometr temperatur, higrometr isə rütubəti. Rütubəti təyin edib düstura görə deməli təzyiqi də ölçmək olar. 11. Eyler-Venn diaqramda uyğunluq, elastik deformasiya olmuş çubuğa aid bəndlərdən müəyyən edin, elastiklik qüvvəsi və mexaniki gərginlik. Mexaniki gərginliyin düsturunu yazanda sigma bərabərdir F bölünsün S-dir. Elastiklik qüvvəsinin isə F bərabərdir K delta L və yaxud da epsilon Y S. İndi uyğunlaşdıraq. Çubuğun mütləq uzanması ilə düz mütənasibdir. Hər ikisi mütləq uzanma ilə düz mütənasibdir. Çünki bunu da yaza bilərəm K delta L bölünsün S. Ona görə 1 getdi ortaq. Yəni hər ikisinə aiddir. Sonra çubuğun başlanğıc uzunluğu ilə tərs mütənasibdir. Başlanğıc uzunluğu ilə tərs mütənasib olan F elastiklik qüvvəsidir. Çünki F bərabərdir K delta L-də K-nın yerinə S bölək L0 vurulsun delta L yaza bilərəm. Yəni tərs mütənasib. Burada bir də saniyə. Digərində də K olduğuna görə L0 məxrəcə sala bilərəm. S bölək L0-a görə belə S-lər ixtisar edər, Y vurulsun delta L bölünsün L0 yazmaq olar. Yəni epsilon Y-yə görə. Ona görə hər ikisi tərs mütənasibdir. 2 də getdi ortaq. 1, 2 buradadır. Deformasiya etdirici qüvvə sabit qiymətinə çubuğun en kəsin sahəsi ilə tərs mütənasibdir. Qüvvə sabit olanda en kəsin sahəsi ilə tərs mütənasib olan mexaniki gərginlikdir. Çubuğun en kəsin sahəsi ilə düz mütənasibdir. Bu düsturdan da görürəm ki, çubuğun en kəsin sahəsi düz mütənasib olan F-dir. Yəni elastiklik qüvvəsi. Çubuğun materialının Young modulu ilə düz mütənasibdir. Young modulu ilə düz mütənasib olan, deməli, bu hər ikisinə aiddir. Çünki gətirib düsturda yerinə qoyanda Young modulu hər ikisində kəsirin yuxarısındadır. Ona görə 5 də buradadır. 4, 3, 1, 2, 5. Y variantıdır. 12. Elektrik sahəsinin verilmiş nöqtəsində müsbət nöqtəvi yükə təsir edən qüvvənin modulunun yükün miqdarından asılı qrafiki verilmişdir. Ədədi qiymətcə alfa bucağının tangensinə bərabər olan fiziki kəmiyyətin vahidi hansıdır? Birinci biz burada tangens alfanı tapsaq, tangens alfa dediyimiz qarşı katet, yəni F bölünsün bitişik katet Q-dür.
F bölünsün Q verir elektrik sahəsinin intensivliyin. Elektrik sahəsinin intensivliyinin də vahidin qeyd eləyəndə intensivliyin vahidin ya Newton bölünsün kulon kimi yadda saxlayırıq, ya da ki volt bölünsün metr. Burada da volt bölünsün metrdir. Yəni A variantıdır. 13. Yüklənərək mənbədən ayrılmış C1 bərabər C tutumlu müstəvi kondensatorun gərginliyi 24 voltdur. Bu kondensatorun lövhələri yüklənməmiş 2C olan kondensatoru paralel birləşdirsək, C2 kondensatorun gərginliyi nə qədər olar? Birinci qrupa bunun başqa bir versiyasını salmışdılar. Orada yükę görə müqayisə eləyirdik. Burada isə gərginliyə görə müqayisə eləyəcəyik. Birinci yüklənərək mənbədən ayrılmış deyir. Yəni Q bərabərdir konstant. Və burada ümumi Q sabit olacaq. Birinci halda yalnız bir kondensator var. C1 bərabərdir C-dir. İkinci halda isə bunlar bir-birinə paraleldir. Paraleldə tutumlar toplanır. Ona görə C2 bərabərdir 3C. Tutum 3 dəfə artdı. Yük sabitdir. Gərginliyin düsturunu yazanda U bərabərdir. Q bölünsün S-dir. Yəni tutum 3 dəfə artırsa gərginlik 3 dəfə azalır. 24-ü 3-ə böləndə cavab olur 8 volt. Və bir şey də qeyd edim. Burada artıq hər iki kondensatorun gərginliyi 8 volta bərabərdir. Niyə belədir? Çünki paraleldir. Paraleldə də gərginliklər eyni olur. Yenə önəmli suallardandır. Qəbula düşə bilər. Bunu özünüz üçün ulduzlayın. 14-cü sual. Reostatın sürücüsünü sola sürüşdürdükdə lampanın parlaqlığı və reostatın uclarındakı gərginlik necə dəyişər? Burada reostatın gərginliyi ilə söhbət gedir. Birincisi, bu dövrədə deməli reostatın uzunluq hissəsinə diqqət etsək, uzunluq hissəsi buradadır. Və reostatın sürücüsünü sola aparanda, bu sol tərəfə aparanda uzunluq artır. Uzunluq artdığına görə R bərabərdir. Rho L bölünsün S düsturuna görə müqamət də artır. Müqamət artırsa, cəryan şiddəti azalır. Çünki I bərabərdir, U bölünsün R-dir və yaxud I bərabərdir, burada bərabər qoymayayım, ayrıca yazım, epsilon bölünsün R üstə gəl kiçik R-dir. Yəni, müqamət artanda cəryan şiddəti azalır, lampadan keçən cəryan azaldığına görə və yaxud lampadan ayrılan P bərabərdir, I kvadratı R gücü azaldığına görə lampanın parlaqlığı azalacaq. Bu artar, dəyişməz cavablarını atıram. Lampanın parlaqlığı azalır, çünki ya cəryan şiddətinin azalmağı ilə yadda saxlaya bilərsiniz, və yaxud da ki, deməli, elə qeyd edərsiniz ki, deməli, güc azaldığına görə azalır. Amma reostat qoşulan hissənin gərginliyi isə artır. Çünki burada artıq U bərabərdir. Epsilon vurulsun R, R üstə gəl kiçik R düsturuna baxırıq. Yəni, sırf reostat qoşulan hissədə gərginlik artacaq A bəndidir. 15-ci sual. 1 və 2 cəryanın mis naqillərin uclarındakı gərginliklər arasında hansı münasibət doğrudur? Bu naqillər bir-birinə ardıcıl qoşulub və bunların müqamətlərinə baxanda birincinin müqaməti R1 bərabərdir. Rho L bölünsün S-dir. İkincinin müqaməti Rho 2L bölünsün 2S-dir. Burada mis naqil dediyinə görə rholar bərabərdir və digər nisbətlər də bərabər olduğuna görə alırıq R1 bərabərdir R2. Həmçinin ardıcıl qoşulduqlarına görə cəryan şiddətləri də bərabərdir. U-nu tapanda U bərabərdir IR, beləcə gərginliklər də bərabər alınır. Yəni, hər iki naqilin müqaməti eyni olduğuna görə, bir-birinə ardıcıl birləşib şiddətlər də eyni olduğuna görə gərginliklər də bərabər alınır. 16. Aktiv müqamət nəzərə alınmayan, sarğasdan keçən maqnit seli müqamətdən asılı qrafik hansıdır? Maqnit selinin düsturunu yazsam, fi bərabərdir L i-dir. Və burada L-i yerində saxlasam, U konusda olduğuna görə i-nin yerinə U bölə yer yazıram. Düsturdan baxırıq, fi R-dən tərs asılıdır. A variantı. Birinci qrupda da bunu enerji ilə əlaqələndirmişdilər. Yenə gətirib düsturda yerinə qoymaqdır. 17. Ən yaxşısı sol tərəfi ağardım. Bunların həllərini rahat şəkildə orada yaza bilək. 17. İki elektromanyetik rəqs konturunda sönməyən elektromanyetik rəqsləri baş verir. Birinci rəqs konturunda enerjisi W olarsa, ikinci rəqs konturunun enerjisi nəyə bərabərdir? Hər iki konturda kondensatorun yükünün amplitud qiymətləri bərabərdir. Deməli,
Birinci rəqs konturunun enerjisi verilib, ikinci rəqs konturunun enerjisi soruşulur. Burada W'nin düsturunu yazanda, məsələn, W bərabərdir Qmax'ın kvadratı bölünsün 2S yaza bilərik. Bu tam enerjinin düsturudur. Və yaxud da ki, Limax'ın kvadratı bölünsün 2 düsturu ilə də yazmaq olar. Və burada birinci halın düsturunu yazanda W1 bərabərdir. Burada Wmax 1 deyək ya da W tam 1 elə Qmax'ın kvadratı bölünsün 2S-dir. İkinci hal yazanda isə məsələn Wmax 2 deyək. Bunsa yazacağın Qmax'ın kvadratı bölünsün 2 vurulsun 2S, yəni 4S. Kondensatorun tutumu artdığına görə, 2 dəfə artdığına görə enerji 2 dəfə azalır. Və yaxud Li kvadratı bölünsün 2 ilə də gedə bilərdik, amma orada da gərək Imax-ları tapardıq. Imax da Qmax vuraq omeqadır. Yenə eyni cürə gəlib çıxacaqdı. Yəni, çünki tam enerjinin düsturlarını bilirik ki, rəqs konturunda tam enerjini ya, məsələn, Qmax'ın kvadratı bölü 2S ilə yaza bilərsiniz və yaxud Limax'ın kvadratı bölü 2 ilə və sair max olan düsturlarla yazmaq olar. Burada Qmax konusunda olduğuna görə yuxarıdakı düsturlarla getdik. 18. Bu sualın bir bənzəri birinci qrupda var idi. Çox maraqlı hazırlanmış sualdır. İndi bunu da oxuyaq. Dəyişən cəryan mənbəyinə paralel olaraq sarğac və kondensator qoşulmuşdur. Kondensatorda cəryan şiddəti rəqslərinin zamandan asılı qrafik göstərilmişdir. Sarğacda cəryan şiddəti rəqslərinin zamandan asılı qrafiki hansıdır? Birinci bilirik ki, dəyişən cəryan dövrəsinə yalnız kondensator qoşularsa, yəni yalnız XC qoşularsa, cəryan rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Yəni belə olanda əgər bizə cəryan rəqslərinin i-nin t-dən asılılığını bu şəkildə veribsə, bu mənfi kosinüsdürsə, deməli u-nun t-dən asılığı mənfi sinüs olub. Bu u-nun t-dən asılığıdır. Beləcə mənbəyin gərginliyi tapdıq ki, bu u max özdə mənfisi ilə sinus omega t-dir. Bunlar paralel qoşulduğuna görə gərginlikləri eyni olacaq və sarğacdakı cəryan şiddətini istəyir. Sarğacda isə bilirik ki, artıq gərginlik cəryan şiddətini pi bölü 2 qədər qabaqlayır. Yəni, cəryan şiddətinin i-nin t-dən asılığı əslində bu şəkildə olub ki, yəni kosinüs olub ki, onun törəməsi mənfi sinus verib. A variantıdır. Yenə qeyd edirəm, öncə deməli kondensatora baxdıq. Kondensatorda cəryan şiddətinin zamandan asılılığı verilib. Və biz də bilirik ki, kondensatorda cəryan rəqsləri, gərginlik rəqsləri pi bölü 2 qədər, yəni 1/4 qədər qabaqlayır. Bu rəqsi elə bilin ki, 1/4 qədər irəli çəkməliyəm. Bu şəkildə. Buradan gələcək. Ona görə mənfi sinüs oldu. Amma sarğacda isə əksinə, yəni bunların hər ikisinin u-su eyni olur, çünki paralel birləşib. Sarğacda da u i-ni pi bölü 2 qədər qabaqlayır. Ona görə cəryan şiddəti kosinüs olmalıdır ki, onun törəməsi mənfi sinüs versin. Maraqlı hazırlanmış suallardandır. 19. Difraz qəfəsin üzərinə perpendikulyar düşən bənövşəyi işıq qırmızı işıqla əvəz etdikdə rəqsin periodu və maksimum ən böyük tərtibi necə dəyişər? Birinci qəfəs periodundan danışsaq, bu çox önəmli bir sualdır. Birinci qrupdakı sualdansa bu daha maraqlı hazırlanıb və qəbula düşə bilər. Difraz qəfəsin düsturunu yazsaq, D sinus fi bərabərdir K lambdadır. Bu düsturdan düzdür. D-ni tapsam D bərabərdir K lambda bölünsün sinus fi'dir. Amma qəfəs periodu və başqa adı qəfəs sabit olan D nə K-dan, nə lambdadan, nə də sinus fi'dən asılı deyil. Ona görə qəfəs periodu dəyişməz. Yəni artırsaq da, azaltsaq da qəfəs periodu dəyişməyəcək. Bu artar azalar hissələrin ataq. Cavab ya D ya da E variantıdır. İndi keçirik maksimal ən böyük tərtibə. Kmax-ı tapanda Kmax bərabərdir. Əslində Kmax hardan alınır? Sinüs fiili 1 yazanda D bərabərdir. Kmax vuraq lambdadır. Buradan Kmax bərabərdir. D bölünsün lambda. Yəni dalğa uzunluğundan tərs asılıdır. Biz bənövşəyini qırmızı ilə əvəz ediriksə, dalğa uzunluğunu 2 dəfə artırsaq, 2 dəfə azalar. Dəyişməz və 2 dəfə azalar. Bu da maraqlı sualdır. Hər il demək olar buna aid bir sual düşür qəbula. Difraz qəfəsin düsturuna aid. Yəni D sinüsü bərabərdir K lambda. Keçən il də qəbula düşmüşdü. Yenə bu bölmədən sırf bu düstura aid sual qəbula düşəcək. Diqqətli yanaşın suallara. 20-ci sual.
Fotoeffekt zamanı fotoelektronların maksimal kinetik enerjisinin düşən işığın tezliyindən asılı qrafik verilmişdir. Qrafikin C nöqtəsinə uyğun tezlik hansı ifadələ təyin olunur? C nöqtəsində kinetik sıfırdır. Kinetik enerjinin düsturunu yazanda Y kinetik bərabərdir. H nü çıxılsın nü minimaldır. Bunu sıfıra bərabər eləsəm, buradan alıram ki, nü bərabərdir nü minimal. Həmin nöqtəyə uyğun tezliyi tapmaq istəyiriksə, A çıxışın düsturunu yazacağım. A çıxış bərabərdir H nü minimal. Bu ifadədən nü minimalı tapsaq, bu deməli A bölünsün H-dır. Yəni A bəndidir. 21. Radioaktiv atomların sayının zamandan asılı qrafiki verilmişdir. Bu maddə üçün radioaktiv parçalanma qanununun riyazi ifadəsi hansıdır? Birinci burada başlanğıc sayıya baxsam, başlanğıc sayı n0 bərabərdir. 12 vurulsun 10 üstü 16-dır. Və baxıram ki, burada başlanğıc sayı 3 verib, bu yanlışdır, bu da yanlışdır. Yəni 12 vuraq 10 üstü 16 qalsın yerində. Baxıram 12-dən 3-ə gəlib, yəni bu 4 dəfə azalıb. Nə qədər vaxtda 4 dəfə azalıb? 8 dəqiqə. 8 dəqiqə 4 dəfə azalırsa, deməli, bunun yarım parçalama periodu 4 dəqiqədir. 4də 1 də 0,25 eləyir. O qayda ilə yazacağın və bunun üstə həllin yazım, riyazi həllin yazım. Bunun şifahi şəkildə yaza bilərəm. Amma istəyirəm həllin yazım ki, siz də başa düşəsiniz. Riyazi əlaqələndirməyi. Deməli, radioaktiv çevrilmə qanununu yazacağım burada. N bərabərdir. N0 vurulsun. 2 üstü mənfi T böl T. Buradan istifadə edib periodu tapaq. Necə? N 3-dür. 3 vuraq 10 üstü 16 bərabərdir. 12 vurulsun 10 üstü 16 vurulsun 2 vuraq mənfi 8 bölünsün T. 8-i də buradan götürdüm. Buradan 10 üstü 16'ları ixtisar apardım. Hər tərəfi 12'ye böləndə buradan 4də 1 qalır. Yəni alıram ki, 3'ü 12'ye böləndə 4də 1. 4də 1 bərabərdir 2 üstü mənfi 8 böl T. 4də 1'i 2 üstü mənfi 2 yazıram. Bu bərabərdir 2 üstü mənfi 8 böl T. T də bərabərdir 4. Periyod 4 dəqiqədir. Və gətirib düsturda yerinə qoysam, N0'ın yerinə 12 vurulsun 10 üstü 16 vurulsun 2 üstü mənfi T böl 4. T də 4də 1 də 0,25 olduğuna görə cavab 0,25 T. Yəni n bərabərdir 12 vuraq 10 üstü 16 və üstündə də 0,25 T cavab Y variantıdır. Yenə bu suallar da maraqlı suallardandır. Birinci qrupda da bunun bir bənzəri var idi. Burada da. 22. Maddi nöqtə saat əqrəbi istiqamətində radiusu R olan çevrə üzrə bərabər sətlər çekilir. Müşahidə başlayan anda A nöqtəsindən keçən nöqtənin Y koordinatının zamanla asılı qrafiki hansıdır? Deməli, Y koordinatına baxsaq, A nöqtəsində olanda Y koordinatı 0-dır. Yəni, başlanğıcda burada yazıram Y0 bərabərdir 0. 0-dan başladığına görə bu sinus qrafikidir. Yəni, bu kosinüsün olanları A-nı, C-ni və bu da yalnız müsbətdir. Bunu atıram. İstiqamətə baxanda Y ox istiqamətində yuxarı gedir. Yəni, müsbət sinusdur. Öncə müsbət sinusun qrafikinə baxacağım. Mənfi sinus olanı da buradan atıram. D variantı da olmaz. Bir dənə cavab qalır B bəndi. Çünki hərəkət istiqamətinə baxanda öncə yuxarı gedir. Yəni sıfırdan başlayır, müsbət R-ə gəlir, sonra təzədən sıfıra qayıdır, ondan sonra mənfi R-ə gəlir, təzədən bir də başladığı yerə sıfıra qayıdır. Ona görə cavab B bəndidir. Yəni yaza bilərik ki, Y bərabərdir R sinus omega t. Çünki burada t'nin yerinə 0 qoyanda bu 0 verəcək. Başlanğıc anda. Sonra gətirib bura çatdıranda. Yəni sinus alfa da yaza bilərik. Elə omega t'nin yerinə alfa yazıram. Alfa dəyişdiyinə görə alfa gəlib 90 dərəcə olanda max olacaq, R olacaq. Sonra təzədən 180-də yenə 0. Bu şəkildə davam edəcək. Yenə sol tərəfə ağardım. Sağ tərəfdə açıq suallar var. Onların həllərinə baxaq. 23. Həcmləri eyni olan kürələrdən M1 bərabər 5 kiloqram kütləli kürə yarısı mayaya batmış halda onun səthində üzür. İpə bağlı dibə bağlanmış 2 kiloqram kütləli kürə isə mayenin daxilində tarazlıqdadır. İpin gərilmə qüvvəsini hesablayın.
Deməli, birinci cisim üzür. Üzdüyünə görə birinci cisimə təsirin Arximet qüvvəsi F Arximet 1 bərabərdir mg. O da bərabərdir Romaye V batan J. Və burada V batan bərabərdir V cisim bölünsün 2. Çünki yarısı batır deyir. Ona görə bunu bu şəkildə bərabərləşdirirəm. Romaye V cisim bölünsün 2 vuraq J bərabərdir mg-yə. Yəni 50 newtona. Bu ifadədən istifadə edib tam həcmə təsirin Arximet qüvvəsini tapsaq, yəni Romaye V cisim J bərabərdir 100 newton. Bunu niyə eləyirəm? Çünki hər iki cismin həcmi bərabər olduğuna görə ikinci cismə təsir edən Arximet qüvvəsinə baxanda, çünki bu cismin yuxarıya doğru Arximet qüvvəsi, aşağıya doğru ipin gərilmə və ağırlıq qüvvələri çəkir. Və tarazlıq halı üçün F amper bərabərdir, yəni yuxarı çəkən qüvvə, üzr istəyirəm, F Arximet bərabərdir T üstəgəl mg-dir. Bu ifadədən T-ni tapanda T bərabərdir F Arximet çıxılsın M2J. Arximet qüvvəsini götürürük 100 newton, çünki ikinci cisim tamamilə suyun içərisindədir. Əgər yarısına təsirdən 50 newton isə bütöv cismə təsirdən 100-dür. 100-dən də 20-sini çıxanda cavab qalır 80 newton. Yenə önəmli suallardan biridir. Arximet qüvvəsinə aid çətin sual deyil. Sadəcə diqqətli olmaq lazımdır. Həcmlər eyni deyil, amma birinci cisim yarısı batıb. Ona görə əgər yarısına təsir edən mg 50 newtondursa, Arximet tam cismə təsir edən Arximet qüvvəsi 100 newton olacaq. 24. Verilmiş kütləli bir atomlu ideal qaz ABCDA qapalı traktor üzrə gördüyü iş 120 kJ-dur. Prosesin AB hissəsində qazın aldığı istilik miqdarını hesablayın. Öncə buradan bilirik ki, qapalı prosesdə görülən iş fiqurun sayəsinə bərabərdir. Bu rənglədiyim fiqurun sayəsinə. Ona görə fiqurun sayəsini tapanda 2P0 vurulsun. Buradan bunu çıxdım. Tərəflərdən bir 2P0 vurulsun. 2V0 bərabərdir 120-yə. Buradan 4P0 V0 bərabərdir 120. P0 V0 bərabərdir 30. Bunu tapdıq. AB hissəsində aldığı istilik miqdarı bu izoxor proses olduğuna görə, yəni A-dan B-yə izoxor qızmadır. Və orada aldığı istilik miqdarı Q elə daxili enerjinin dəyişməsinə bərabərdir. Çünki iş sıfırdır. Onu da yazırıq 2-də 3 V delta P. 2-də 3-ü yerində saxladım. V-nin yerinə V0, delta P-nin yerinə isə 2P0 yazıram. 2-lər buradan ixtisar gedəndə qalır 3P0 V0. Yəni 3 vurulsun 30, cavab 90 kJ. 90 kJ istilik miqdarı alıb, elə daxili enerjinin dəyişməsi də 90-dır. Çünki yenə qeyd edirəm, izoxor prosesdir. 25-ci sual. Düz xətlər iki edən 3 kiloqram kütləli cismin kinetik enerjisinin zamanla asılıq tənliyi 6T kvadrat şəklindədir. 6T kvadratı şəklindədir. Bu cismin təcilinin modulunu hesablayın. Birinci qrupda da eyni tip bir sual var idi. Burada kinetikin düsturun yazacağın Y-kinetik bərabərdir M V kvadratı bölü 2. M-in yerinə 3 yazsam, deməli 3 V kvadratı bölünsün 2 bərabərdir 6T-yə. Buradan çarpaz vuranda 3V kvadratı bərabərdir 12T, T kvadratı, 12T kvadratı. Buradan V kvadratı bərabərdir 4T kvadratı, V də bərabərdir 2T. V bərabərdir 2T-dirsə, V bərabərdir 2T-dən alıram ki, A bərabərdir 2, çünki V bərabərdir AT-dir. F bərabərdir MA-dan da 3 vurulsun 2, cavab olur 6 newton. Əvəzləyici qüvvə deməli 6 newtona bərabərdir. Bizdən təcili istədiyinə görə təcili ilə 2-yə bərabərdir. Cavab da 2-dir. Birinci qrupda əvəzləyici qüvvəni istəyirdi. Ona görə A-nı tapandan sonra M-ə vururduq. Burada isə sadəcə təcil istəyir. Gəldik 26-cı suala. AB cisminin fokus məsafələri eyni olan linzalar sistemi vasitəsilə alınan xəyalı hansı formada olar? Bölgülər eynidir və bir bölgü fokus məsafəsinə bərabərdir. Deməli, 26-cı sualda öncə birinci linzada cismin yerləşdiyi məsafəyə baxıram. Hər dama 1F-dirsə, deməli, D1 bərabərdir 3F. O zaman F1-i xəyal məsafəsini tapanda bunu yazıram F vur D. Məxrəcdə də D çıxılsın F. Yəni, 3F kvadratı bölünsün 2F. Bu verir 1,5 F.
Yəni birinci cismin xəyala alınacaq iki qat Fox-la Fox arasında həqiqi kiçildilmiş və tərsinə. Bu xəyalı burada qursam, deməli bölgülərə baxsaq, bu birinci linza olsun və ikinci linzada bundan 3 məsafədə yerləşib. Burada bir AB cismi var. Bu cismin xəyala alınacaq iki qat Fox-dan Fox arasında, çünki 1,5 f məsafəsini almışam burada, həqiqi kiçildilmiş tərsinə. A, B cismi. Və xəyalı 3 dənə şüa ilə quracağın hansı şüalardır? 1. Paralel göndərdiyimiz şüa sınır və Fox-dan keçir. 2. Optik mərkəzdən göndərdiyimiz şüa sınmadan yoluna davam edir. 3. Fox-dan keçirib üzərinə göndərdiyimiz şüa baş optik oxa paralel gedir. İndi buradakı cismin xəyalını qurmaq istəsək, artıq indi məsafəni götürəcəyin D2 bərabərdir. Yəni bu birinci linza, bu da ikinci linzadır. D2 bərabərdir 1,5 f-dir. 2 qat Fox-la Fox arasında yerləşib. Buradan F2-ni tapanda F2 bərabərdir 1,5 f kvadratı bölünsün 0,5 f. Bu da verir 3 f. Xəyal alınır 3 f-dir. Yəni cismin xəyalı, bu hissəni ağardım. Hesab hissəsini yuxarı eləyim ki, xəyalı burada quracam. Deməli, ikinci halda D2-ni cisim məsafəsini götürdüm 1,5 f. Belə olanda xəyal məsafəsi F2 alındı 3 f. Xəyal alınır 2 f-dən uzaqda. Yəni 3 f nöqtəsində. İndi xəyalı burada alınmalıdır. Bu A, bu da B. Deməli, xəyalı qurmaq üçün indi şüaları göndərsək, yenə birinci işimiz paralel şüa göndərməkdir. Paralel göndərdiyimiz şüa sınaraq Fox-dan keçəcək. İkinci şüanı göndəririk optik mərkəzdən. Optik mərkəzdən göndərdiyimiz şüa sınmadan yoluna davam edəcək. Üçüncü şüanı Fox-dan keçirib üzərinə göndəririk. Bu da baş optik oxa paralel gedəcək. Son alınan xəyal buradadır. Cisim də burada. Deməli, baxıram ki, xəyal düzünədir. Həqiqidir. Niyə həqiqidir? Çünki şüalar özləri kəsişib. Və burada böyüdülmüş alınır. Məsələn, mövhumu yanlışdır, kiçildilmiş yanlışdır, tərsinə yanlışdır, özü boyda yanlışdır. Cavab 1 və 6-dır. Xəyal oldu, həqiqi və düzünə. Burada ən qəribə tərəf odur ki, biz qaydalarda həmişə həqiqi xəyalı tərsinə öyrənirik. Sadəcə burada iki linza olduğuna görə xəyalın forması dəyişdi. Yenə də çox maraqlı hazırlanmış suallardandır. Çətin sualdır, amma fərqli düşünülmüş sualdır. 27-ci sual. Uyğunluğu müəyyən edin. Elektrostatik sahədə hər hansı nöqtəsində protona təsirdən qüvvənin istiqaməti və modulu şəkildə göstərilmişdir. Bu nöqtədə elektrostatik sahədir. Deməli, qüvvənin düsturuna baxırsaq, F bərabərdir QY. Modulda yazıram. Yükün modulu ilə düz mütənasibdir. Əgər protona təsirdən qüvvə F-dirsə, alfa zərrəciyə təsirdən qüvvə 2F olacaq. Və protona təsirdən qüvvə ilə alfaya təsirdən qüvvə eyni istiqamətdə yönələr. Məsələn, belə bir cins sahə götürək. Bura müsbət, bura mənfi olsun deyək ki, protona təsir edən qüvvə də sağa yönəlirsə, alfa zərrəciyə təsir edən qüvvə də sağa yönələcək. Ona görə də qüvvə sağa yönəlir və modulu 2 dəfə çoxdur. Çünki yükdən 2 dəfə asılıdır. Protonun yükü Q proton bərabərdir 1E-dir. Alfa zərrəcinin yükü isə 2E-yə bərabərdir. 2F və sağa yönəlib 1-ə getdi B və D. İkinci, elektrona təsir edən qüvvə də F-ə bərabərdir, amma əksinə yönəlir, yəni sola yönəlir. Ona görə bura getdi A və Y. Neytrona isə təsir edən qüvvə 0-dır, C variantı. Doğru cavab oldu 1-ə B-D, 2-yə A və Y, 3-ə də C variantı. Elektronla protonun yükləri modulca bərabər olduğuna görə onlara təsir edən qüvvələr eyni olur. Bu, Lorentz qüvvəsi olsaydı da eyni cür olacaqdı.
Çatdıq situasiya tapşırığına. Deməli, ipdən asılmış kütləsi 8 kiloqram olan cəryanın naqil induksiyası 50 milli Tesla olan bir cins maqnit sayəsində tarazlıqdadır. Naqildən axan cəryan şiddəti 2 amper olarsa, ipin gərilmə qüvvəsi 120 milli Newton olar. Naqildə axan cəryanın istiqamətini müəyyən edin. Deməli, burada cəryanın istiqamətini tapmaq üçün öncə naqilə təsir edən hələ ki qüvvələrə baxsaq, ipin gərilmə qüvvəsi və ağırlıq qüvvəsi var. Ağırlıq qüvvəsini hesablayanda mg bərabərdir, F ağırlıq bərabərdir mg, o da bərabərdir 8 vuraq 10 üstü mənfi 3 qramdır. Ona görə vurulsun 10. Cavab olur 80 vurulsun 10 üstü mənfi 3, yəni 80 milli Newton. Fikir verirsinizsə, gərilmə qüvvəsi ağırlıq qüvvəsindən böyükdür. Deməli, amper qüvvəsi də aşağı istiqamətdə yönəlib. Yəni, sırf bu şərt ödəndiyinə görə amper qüvvəsinin aşağı olduğunu təyin edirik. Çünki gərilmə əgər ağırlıq qüvvəsindən böyük alınıbsa, deməli, T bərabərdir. mg üstəgəl F amper şərt ödənməlidir. Və amper qüvvəsi aşağı olsa, sol əl qaydasını işlədirik. Deməli, sol əl qaydasına görə əlin üstün şəklə tərəf tutub, əlin üstün şəklə tərəf tutub, baş barmağı aşağı tutsaq, baş barmağı aşağı yönəltsək, 4 barmaq sola yönəlir və cəryanın istiqamətini göstərir. Deməli, naqilə cəryan sol tərəfə yönəlib. Deməli, birinci biz nəyi müəyyən elədik? Naqilə təsir edən ağırlıq qüvvəsi müəyyən elədik ki, ağırlıq qüvvəsi 80 milli-newtondur. Amma ipin gərilməsi 120-dir. Yəni, ağırlıqdan böyükdürsə, deməli, Arximet, üzr istəyirəm, amper qüvvəsi aşağıdır. Ona görə T bərabərdir mg üstəgəl F amperdir. Amper qüvvəsi aşağıdır. İnduksiya bizdən şəkilə, yəni əlin üstü şəkilə tərəf olduğuna görə 4 barmaq yönəlir sol tərəfə. Çünki sol əl qaydasını tətbiq eləsək, əlin üstün şəklə tərəf tutub, baş barmağı aşağı tutsaq, 4 barmaq cəryanı göstərəcək. 29. Naqilin aktiv hissəsinin uzunluğunu hesablayın. Deməli, aktiv hissəsinin uzunluğunu tapmaq üçün öncə gərilmənin düsturunu yazıram. Birinci sualdakı mg üstəgəl F amperdir. Bu ifadədən amper qüvvəsini tapanda F amper bərabərdir. T çıxılsın mg'dir. Gərilmə 120 vuraq 10 üstü mənfi 3, çıxılsın 80 vurulsun 10 üstü mənfi 3. Bu da verir 40 vurulsun 10 üstü mənfi 3. Amper qüvvəsi 40 vurulsun 10 üstü mənfi 3'dür. Və amper qüvvəsinin düsturunu bura tətbiq eləsək, F amper bərabərdir. IBL perpendikülər olduğuna görə sinusu nəzərə almıram. L-i tapanda L bərabərdir. F amper bölünsün, B vurulsun, L. Amperin yerinə 40 vurulsun 10 üstü mənfi 3. Daha doğrusu B vurulsun, I. Cəryan şiddətinin yerinə 2 amper. İnduksiya isə 50 milli Tesladır. 50 vuraq 10 üstü mənfi 3. Buradan 10 üstü mənfi 3'lər getdi. 40 bölünsün 100, yəni 10'da 4. 0,10'da 4 metr. Və yaxud 40 santimetr. Hər ikisini yaza bilərsiniz. Çünki cavabı xüsusi olaraq nə ilənsə ifadə eləyin demir. Burada sadəcə yuxarıdakı gərilmənin düsturundan, yəni ağırlıqla amper qüvvəsini bir-birinə, bu gərilməni bu şəkildə yazdım. Ağırlıq üstəgəl amper. Buradan amper qüvvəsini tapdım ki, amper qüvvəsi 40 milli-newtondur. Sonra amper qüvvəsinin düsturundan L-i hesabladım. Çatdıq son suala. Uyğun qiymətlərin koordinat oxları üzərində qeyd etməklə ipin gərilmə qüvvəsini cəryan şiddətindən asılı qrafikini çəkin. Deməli, gərilmə qüvvəsinin düsturunu yazanda yazmışdıq T bərabərdir mg üstəgəl IBL, yəni amper qüvvəsi. Və burada əgər cəryan şiddətini 0 götürsəm, I bərabərdir 0 olsa, F amper bərabərdir 0 olduğuna görə gərilmə qüvvəsi olur elə mg, yəni 80. Daha sonra cəryan şiddətinin qiymətinə I bərabərdir 2-ni yerinə qoysam, buradansa F amper bərabərdir
IBL ilə bu verir 40 milli Newton. Gətirib yuxarıda yerinə qoyanda T bərabərdir 80 üstəgəl 40, o da bərabərdir 120. Deməli, öncə T-nin başlanğıc qiymətinə baxdım. I 0 olanda T-nin qiyməti 80-dir. Qrafik bu şəkildədir, çünki burada üstəgəlmə var. Cəryan şiddəti artanda gərilmə qüvvəsi də artır, çünki amper qüvvəsi artır və cəryan şiddəti 2 olanda cavab olur 120. Bir dəfə i-yə 0 qiyməti veririk, qrafikin başlanğıcını tapmaq üçün, sonra isə i-nin normal qiyməti 2-ni yerinə qoyuruq. Çünki cəryan şiddəti olmasa belə naqildə müəyyən bir gərilmə qüvvəsi var, ipdə gərilmə qüvvəsi var, həmin gərilməni yaradan da ağırlıq qüvvəsidir. Amma cəryan şiddəti artdıqca gərilmə qüvvəsi də artır. Beləcə dördüncü qrupa aid model suallarında izahı yekunlaşdırdım. Yenə də qeyd edirəm ki, buraxılışdan sonra sınaq və sürət qrupları başlayacaq. O qruplar haqqında məlumat almaq üçün açıqlamadakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin, deməli, bundan əvvəlki videoda birinci qrupa aid model suallarının izahını paylaşmışam. İzləməmisinizsə, onu da izləyə bilərsiniz. Hər birinizə uğurlar, sağ olun, növbəti videolarda görüşənə qədər.